anladım. Kişinin dediği sözler. O aksaqqallar bilir mən nə deyirəm. Keçmişlərdə görürdün ki, bir aksaqqal 20 ildir bir kəlmə ilə bir kəndi bir mahalı zəmanət eləyib dolandırır. İndi gedirsən banca bir vamı izdivaca 50 milyonluq qabağla aparsan qəbul eləmirlər. Etibar, etimad nəyə azalıbdır? Hanı kişinin dediği sözlər? Hanı o doğrular, hanı o düzlər? Etib xatır hörmət qədim ki izlər, istiqanlar dönüb qardaş buz olur. Çalış pis əlinə keçməsin yaxan, səni pis tanırlar dövrədən baxan. O demir ha, pis adam sənin yaxanına yapışıcı, ay qədəşə sebeb. Pis adam sənin yaxanından yapışıb sürüyəcəkdir, onu demir. Deyir, gəzdiğin adamı tanı, yoldaşı tanı. Səhər deməsin də, filənkəslə qoşuldu filənkəslə. Adam var, paşa məclisə vardı olanda hamı kip oturar. Deyər, ona yer verməyin, qayısın geçsin. Adam da var, qapıdan girəndə deyərlər, filənkəsin oğludur. Pizzətdə ona yer verin olsun. Hanı məhkişinin dediği sözlər? Hanı o doğrular, hanı o düzlər? İtib xatır hörmət. Bu işlər qədimki izlər. İstiqanlar dönür, buz olur. Çalış pis əlinə keçməsin yaxan. Səni pis tanırlar dövrədən baxan. Bir günülə zülmünə min evlər yıxan, qolu gücdən düşüb, güz olub indi. O zamanki asır kəsirdi. Bəli, əlinin altındakı insanlara yaxşılıq eyləmirdi. Bugün qol gücdən düşüb, namazın səhvinin qabağında durur. Düz olmuşam, olmaz, vaxtında işi gərək görəsən. Könül uyma nanəcibin telinə, adət verib hərzə sözü dilinə. Burada bir məsələ var, siz Allah qulaq asın. Bir də ixtiyarı vermə arvad əlinə, arvad əli olub, köz olub deyir. İndiki alim oxuyran kəhd və cəmvəhd ələl sədaqəl məlum sədaq yanı məhriyyə. Yəni oldun o dəqiqədən boşluq, uzun danışsan da adı qatırsan, məlim deyil. Çörək yersən. Ama görə, şair o birisi necə deyir? Yazıbsan ay aşıq Sirus. Olmaz sözləri var tay aşıq Sirus. De kimdən alıbsan pay aşıq Sirus. Sinəm min xəzinə söz olub. Ay bəy dədəs başıva dolanır. Əlu qəşək sağ bitib var qonaqlara bir xoş gəldin deyə. Bir məhəlləsi bir qızdır. Onun vabəstədir sənin cibuva. Mən də bir çay için görünmə var mı? Bir də deyirəm bu filmin bədə. Sağ ol yaşayasın. Qurbanım.
Əzəmi çörək 15 min bir daşıra. Gələcək. Misli Koroğlu oxuyacağım. Elə bu kişinin qonaqlarının hamısını sağ olun. Əzizlərim, bildiyiniz kimi aşığın oxunuşunda üç qüdrət vardır. Bir oxumaqdır, bir danışmaqdır, bir də şeiri ki deyir, onun sizircisini demək lazımdır. Koroğlu ilə Telli xanım qoca vaxtında oturublar bir çəməngahlıqda yeyiblər, içiblər, amma keyfləri sazdır. Bir zaman gördülər, bəli, yolundan bir qoca gedir, qabağında iki öküzü, özümüz kətdiyik da bilirik. Amma bunun çiynində bir zat var, yarı dəmir, yarı ağaç. Dedi, ay Telli hanım, bu kişini sən də bilirsən, mən də bilirəm, qabağındakı öküzdülər. Amma bunun çiynində bir şey var, yarı dəmir, yarı ağaç. Dedi, çağır gəlsin yaxına, sonra kürləmə nədir? Çağırdı, gəldi yaxına, dedi, əmi o çiynindəki nəmə nədir? O da Koroğlunu tanımadı. Dedi, ay qoca, buna Süzən deyərlər. Keçmişlərdə Türk Qızılbaşın zamanında Süzən tüfəngə deyərdilər. Dedi, o nəmə nədir? Dedi, uzaqdan hər nəməliyə vursan öldürər. Dedi, olan ağlın olsun. 60 ildir qılıncla vururam birinin başına, ölmür, uzaqdan vuracaqsan öldürər. Biri vur, görüm əməlimə. Dedi, əmizəlallah, şərxatanı mənim başımdan soğuk. Dedi, yox, bir dənə vuracaqsın mənim əlimə, görüm onun qüdrəti nəmə nədir? Dedi, qoca, mən eləyə bilmərəm. Dedi, bəs, öküzlər o, bir qiymətinə 10 qiymət verirəm. Bunlar birini aşır, görüm, necə aşırırsan? Qoca söyledi. Gördü, bəli. Öküzlərin o zamandır ki, bilirsiniz də, yayın ortasında maleyvan pula getməz. Geçsə də yaxşı satılmaz. Bu Koroğlu öküzün bir qiyməti 10 eylədi. Hə, dizini qatladı yerə, qaravula getdi, öküzün birini aşırdı. Dedi, ay Telli xanım, bilirsən nə var? Dedi, amma kişilik zamanı, məhdlik zamanı getdi. Məhd kişiləri kol arasından aşıracaqlar. Koroğlu titrədi, əllərim tor gördü gözüm. Mən mi qocalmışam, ya zamanəmi? Dolaşdı ağzımda söhbətim, sözüm, mən mi qocalmışam, ya zamanəmi? Telli xanım dedi, aşı, zaman elə yerindədir. Həzrəti Adəmdən Xatəməcən yerində olub, bundan da belə olacaq. Amma elə sən qocalmışsan. Aşıq görürüz. O zaman Koroğlu'da pul vardı. Yox. Haradaydı pul? Koroğlu'nun bak görün mənə. Pul haradaydı? Pulu olmasaydı 70.777 dəlini necə yığmışdı o? Baba söz ya, elə söz. Sal indi sənin özündən işim var. Gəl görün bura. Nə də belə.
Deyir tutular məclisdə mətlərin yası, kar etməz əynində polad libası. Keçmiş zəncilərdə gördüm, polad libas giyərdilər ki, qılıncı qalxan kar eyləməsin. Amma indi o süzənin qabağında olur da davam eləməz. Kar etməz əynində polad libası, gəldi haşa məclis. Bir cəyyamın amah dünyası, mən mi qocalmışam ya zaman əmi? Telli xanım deyidaş ki, zaman qutarıb, sözünü tamamla görək nə olur. Görək Koroğlu necə bağlayır məziyyət qonaqların sağlığına, bəyin sağlığına, aşıq sevənlərin sağlığına. Bir dəş mənim qulağıma çəpilə dedilər, sabahları ilə traktor oynayacaq, hə? Bozur dedilər. Timi milli dəyəri, traktoru söylənlərin sağlığına. Deyir Koroğluyam, qırat üstə gəzərdim, yağı düşmənlərin bağrın əzərdim, mənəm deyənlərin boynun üzərdim, mən mi qocalmışam, ya zaman əmi. Əmi da, səni çağırın olsa, sən məni ötürə pulu al. Biz bilirik kimi çağırır. Elə deyəndə özü gətirib verir. Sizler kimi de? Pulu. Şen güzel söyle bu yollar değil, hasırlar yedin yeri değil. Bela değilsen ey bela yağlı ağrı. Balam ölürüm, neler ölürüm, sana ölürüm, Allah ölürüm. Əzizlərim, bu şeirlər Aşıq Aydınla Mələk Simanın dastanından istədim bir tikə şirin yerin deyə, sonra verəcəyəm ustadım Aşıq Məhəmmədə. Aşıq Aydını
Urmu mahalına toya dəvət edirlər. Atını minir, keçmişlərdə aşıqlar atla gəzərdi. Dayılı maşallah peşiyə çıxıb bir 6 saatda, 4 saatda deyirlər. Yol eləyir, axşam vaxtı yetirir, Urmunun yaxınlığında olan bir eşq bulağı vardı. Aydın Urmunun ətrafına getmişdi, amma özünə getməmiş.